Hər vaxtınız xeyir olsun. Bu günləri 6-cı sinif üzrə monitorinq imtahanı keçirilmişdir və A variantının birinci mətnini oxumadan sualların izahını verəcəm. Xatırladım ki, mətn yəni iri həcmlidir. Ona görə də mətnə oxumağa vaxt itirməyəcəm. Elə birbaşa suallara keçirəm. Birinci sualda soruşur bizdən ki, qələm götürüm. Birinci sualda soruşur ki, mətndə hansı qaydadan bəhs edilir? A variantında qidaların şüşə qabda saxlanılmasından bundan bəhs edilmir. B variantında qabı zədələnmiş məhsullardan imtina edilməsi, bu barədə də söhbət getmir. C variantında qidaların düzgün temperaturdan saxlanılması ilə doğru variant C variantıdır ki, bizim mətnimizdə sırf qidaların gigiyenik qaydalarından söhbət gedir. Doğru variant C variantı. D variantında meyvə və tərəvəzlərin yuyulması, bundan da söhbət getmir. İkinci suala baxırıq. Hansı şəraitdə bakteriyalar sürətlə arta bilər soruşur. A variantında konservləşdirilmiş qidadan bundan söhbət getmir, sürətlə artmasından getmir. Deməli, B variantında soyuq şəraitdə, bu da səhvdir. C variantına baxırıq. C variantında sterilizasiya edilmiş qabda, bu da səhvdir. D variantında istidə, ağzı açıq qabda, bəli, doğru fikir də elə D variantıdır ki, istidə, ağzı açıq qabda qalmış deməli, qidalar, bakteriyalar orada daha sürətlə inkişaf etmiş, artmış olur. Üçüncü suala baxırıq. Müəllif mətndə nə üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinad edib soruşur. A variantında oxucuda emosional təsiri yaratmaq üçün, təbii ki, belə bir fikir ümumiyyətlə yoxdur. B variantında məlumatları əsaslandırmaq üçün, bəli, doğrudur. Məlumatları əsaslandırmaq üçün, sübuta yetirmək üçün, yəni bu Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına tam əməl olunmuş qaydalardır və bu deməli bu qaydalara da istinad edilmişdir. Doğru variant B variantıdır. C variant təşkilatın rolunu vurğulamaq üçün belə bir söhbət gedə bilməz. D variantda məqalənin həcmini artırmaq üçün, bu da səhv fikirdir. Doğru fikir B variantı. Dördüncü suala baxırıq. Mətnə görə konservləşdirilmiş qidalarla bağlı riskin əsas səbəbi nədir soruşur. Deməli, sterilizasiya qaydalarına əməl olunmaması, bəli, konservləşdirilmiş qidalarla bağlı riskin əsas səbəbi sterilizasiya qaydalarına əməl olunmamasından ilə söhbət gedir. Yəni, dördüncü sualımızın cavabı A variantıdır. B variantı qidanın rəngi, qoxusu və dadının dəyişməsi, bundan söhbət gedə bilməz. Saxlama müddətinin xeyli uzadılması, bu da səhv fikirdir. Konserv bankasının düzgün seçilməməsi, bu da səhv fikirdir. Doğru variant A variantı. Beşinci sual baxırıq. Mətnə əsasən sterilizasiya dedikdə nə başa düşülür soruşulur. Əllərin sabunla yuyulması, bu səhv fikirdir. Əşyaların suda qaynadılması, bəli, sterilizasiya olunması elə onun əşyaların suda deməli qaynadılması, isti su həzmində, yəni onun mikroblarının ölməsidir. Sterilizasiya olunmuş belə deyək əşyalar. Doğru fikir B variantıdır. Qidaların soyuducuda saxlanılması, bu səhvdir. Mətbəxdə gigiyenik qaydalara əməl olunması, bu da səhvdir. Doğru fikir B variantı. 6-cı suala baxırıq. Mətnə görə aşağıdakı hallardan hansında çarpaz çirklənmə ehtimalı daha yüksəkdir soruşur. Təbii ki, bu mətndə öz yerini almışdır. A variantında buza əridilmiş qidanın yenidən dondurulması, təbii ki, bu səhvdir. B variantına baxırıq. Tərəvəzlərin axar su ilə yuyulması, bu da səhvdir. C variantında çiğ ətin doğrandığı lövhədə salat doğranması, bəli, doğru fikir də budur. Məhz deməli, meyvə tərəvəzlərin, çiğ ətin eyni taxta üzərində belə deyək doğranılması orada olan mikrobların daha da artmasına şərait yaratmış olur. Elə çarpaz çirklənmə ehtimalı olan bir vasitə də onu mətndə o göstərilmişdir. Doğru variant C variantı. Yeməyin isti halda saxlanılması, bu da səhv fikirdir. Növbəti 7-ci suala baxırıq. Çəkilmiş ətin çəkilməmiş ətə nisbətən daha riskli olması mətndə necə izah olunur? Baxırıq variantlara. A variantda əl çəkilərkən onun üzərindəki bakteriyalar içərisinə qarışa bilər. Elə doğru variant da A variantıdır. Bəli, ət çəkilərkən onun üzərindəki bakteriyalar içərisinə qarışa bilər. Ona görə də çəkilmiş əti qaynatmaq tövsiyə olunur. B variantında çəkilmiş ət daha tez xarab olduğu üçün bakteriyalara sürətlə çoxala bilər. Bu yanlışdır. C variantında çəkilmiş ət bişirilərkən istilik
bütün hissələrə bərabər çatmaya bilər. Bu səhvdir. D variantda əl çəkilərkən vitaminləri azalaraq onun tez xarab olmasına səbəb olur. Bu da yanlış fikirdir. 8-ci suala baxırıq. 8-ci sualda soruşur bizdən: qida təhlükəsizliyi ilə bağlı mətndə hansı informasiya verilmişdir? A variantında soyuducu çox dolu olmamalıdır. Bu yanlış fikirdir. B variantına baxırıq. Əridilmiş qida yenidən dondurulmamalıdır. Bəli, doğru fikir də elə B variantıdır. Əgər qida əridilibsə, onu yenidən dondurmaq onun təhlükəsizliyinin daha da artması deməkdir. Bu isə yəni mətnimizdə öz yerini almışdır. C variantında isti yemək dərhal soyuducuya qoyulmamalıdır. Bu da yanlışdır. D variantı çiğ ət soyuducunun ən soyuq hissəsində yerləşdirilməlidir. Bu da yanlışdır. Doğru variant B variantı. 9-cu suala baxırıq. Aşağıdakı cümlələr mətndəki hansı abzasa əlavə oluna bilər? Qidanın buzunu əritməyin 3 təhlükəsiz yolu var. Soyuducuda, soyuq suda və mikrodalğalı sobada. Soyuq suda və ya mikrodalğalı sobada buzu əridilmiş qida dərhal bişirilməlidir soruşur və bizdən soruşur ki, bu cümləni mətnin hansı abzasında yerləşdirmək olar? Baxırıq deməli mətnimizə. Məhz bu fikrə əsasən bəzən çiğ əti suyun altında yuyurlar. 6-cı abzasa baxırıq ki, bizə nəyi soruşur? Bakteriyaları bişirmə zamanı məhv olur və ət çəkilərkən onun səthindəki bakteriyalarla qarışır. Dondurulması, həmçinin qidaların dondurulması və buzunun əridilməsi vacib məqamlardandır. Deməli, 6-cı mətnimizin 6-cı hissəsinə, 6-cı abzasına yerləşdirilməsi daha doğru fikir olardır. 10-cu suala baxırıq. 10-cu sualda şəkilləri mətnin abzaslarına uyğunlaşdırın soruşur. Düzgün variantı seçin. Deməli, qida təhlükəsizliyi ilə bağlı qaydalar. Qida təhlükəsizliyi ilə bağlı qaydalar mətnimizin təhlükəsizliyi ilə bağlı qaydalar 7-ci abzasında yer almışdır. Deməli, 1-ci 7-ci abzasa bişirilmə hissəsi, baxaq görək hansı abzasda yerləşdirilmişdir. Bəzən çiğ əti suyun altına yuyurlar, halbuki təhlükəli ola bilər. Çünki su sırarkən doğrulma, baxın, əti tam bişirilməlidir və bu 6-cı abzasa uyğun gəlmiş olur. 6-cı abzasa yerləşdiririk. Doğranılması isə deməli, ərzaqların doğranılması verilmiş abzasa mətbəxin təmiz saxlanılmaması və qida təhlükəsizliyi qaydalarına əməl olunması hazırlanan yeməklərin təhlükə riskini artırır. Mətbəxdə mikrobların çoxaldığı və bir doğrama lövhəsi var. Bax, 5-ci abzasda bundan söhbət gedir. Yəni, 3-cü şəklimizdə də 5-ci abzasa uyğun gəlir. Belə bir variant C variantı uyğun gəlmiş olur. Keçdik növbəti suala. 11-ci suala baxırıq. Mətndə oxuculara aşağıdakılardan hansı tövsiyə olunur? A variantına baxırıq. Çiğ ət, toyuq və balıq məhsulları bol su ilə yumaq. Bu səhv fikirdir. B variantı dondurulmuş qidanın buzunu otaq temperaturuna əritmək. Bu da səhv fikirdir. C variantı çiğ ət soyuducuda digər qidalardan ayrı yerləşdirmək. Bəli, doğrudur C variantı. Mətninə yenidən baxmış olsanız, bu fikri orada da öz təsdiqini tapmış olduğunu görəcəksiniz. Yalnız ev şəraitində hazırlanmış konservləri istifadə etmək. Bu da yanlış fikirdir. 12-ci suala baxırıq. 12-ci sualda mətndə ümumilikdə hansı mövzudan bəhs olunur soruşur. İnfeksiyon xəstəliklərdən söhbət gedə bilməz. Qidalanma gigiyenasından, bəli, doğru fikir B variantıdır. Qidalanma gigiyenasından danışılır. C variantının sterilizasiya qaydalarından bu səhvdir. Bakteriyalar növləri, bu da səhvdir. Nəhayət 13-cü suala baxırıq. Mətndə əsasən mağazada ərzaq məhsulları alarkən nəyə diqqət etmək lazımdır? Mətni 2 fikri seçin, yazın soruşur. Deməli, bu mətnimizin abzasında yerləşmişdir ki, deməli, əsasən nəyə fikir verməliyik? İstehsal tarixinə, bir də ki, baxın, deməli, mətnimizin deməli, məhsulları saxlama şəraitinə və istehsal tarixinə. Baxın, 7-ci abzasda bu yer almışdır ki, hansı ki, çünki son istifadə tarixinə mütləq baxmaq lazımdır. Bir də ki, məhsulların saxlama şəraitinə baxmaq lazımdır. 2 dənə cümlə istəyir bizdən. Mətndə də, deməli, 7-ci abzasımızda, səhv eləmirəmsə, bəli, orada yerləşmişdir. Biz onu bu 13-cü suallara yerləşdirərək düzgün variantı, düzgün cavabı yazmış olarıq. Bura qədər güman eləyirəm ki, aydın oldu. Çalışdım ki, qısa izah çəkim. Ola bilsin ki, hardasa tələskənliyim oldu, üzrlü hesab eləyərsiniz. Minnətdaram, təşəkkürlər.